SPF kremlərlə bağlı doğru bilinən yanlışlar. Yay gələn kimi hər yerdə gördüyümüz bu iki barmaq texnikası. Bəzi insanlar elə bilirlər ki, bu qədər kremi sadəcə üzümüzə yedirməliyik. Lakin bu səhv düşüncədir. Bu kremi həm üzümüzə, həm qulağımıza, həm də boyun hissəmizə yedirməliyik tam şəkildə. Mənim tana kremim və BB kremimin tərkibində SPF var. Ona görə də SPF istifadə etməyimə ehtiyac yoxdur. Bu əlbəttə səhv düşüncədir. Çünki nə qədər tana kremi və BB kreminin tərkibində SPF olsa da, SPF qədər qoruyucu ola bilməz. Ona görə də mütləq şəkildə tana kremi istifadə etmədən əvvəl SPF istifadə etmək mütləqdir. Mən SPF istifadə etmirəm çünki üzümdə səpkilər yaradır. Bu əlbəttə səhv düşüncədir. Çünki heç bir SPF sənin üzündə səpki yarada bilməz. Sən ya üzvə uyğun SPF seçməmisən, ya da 2 etaplı təmizləmədən istifadə etmirsən. Bu nə deməkdir? Sən üzvə uyğun SPF istifadə etməsən, bəlkə də sənin üzündə səpkilər yarada bilər. Amma əgər sən üzvə uyğun SPF istifadə edirsənsə də, yenə də üzündə səpkilər yaranırsa, deməli sən üzündə SPF təmizləmirsən. 2 etaplı təmizləmə nə deməkdir? Yəni sən birinci ya hidrofil yağından, ya da misellar suyundan istifadə etməlisən, daha sonra isə üzüm köpüyündən istifadə edib üzündən SPF təmizləməlisən. Mən birinci SPF-dən istifadə edirəm, daha sonra üzümü nəmləndirirəm. Bu da səhv düşüncədir. Çünki sən birinci üzvü nəmləndirməlisən, daha sonra SPF-dən istifadə etməlisən. Və məsləhət odur ki, çölə çıxmadan yarım saat əvvəl SPF-dən istifadə edəsən ki, üzvü qorumağa başlasın. Bəzi xanımların etdikləri səhvlərdən biri də SPF istifadə etdikdən daha sonra makiyajı keçməkdir. Bu da səhv düşüncədir xanımlar. Çünki biz tana krem istifadə edərkən sponsor istifadə edirik onu yaymaqdan ötürü. Biz dərimizə əmməmiş SPF-in üstünə tana krem vurduqda və onu sponsor yaydıqda altdaşı SPF-i silə bilərik, yəni oradan sıyıra bilərik və bəzi yerlərdə SPF-lər qala bilər, bəzi yerlərdə silinə bilər və bu bizdə bölgəsəl olaraq qanalmalar yarada bilər, yanmalar yarada bilər. Ona görə də SPF-dən 20 dəqiqə sonra makiyajı başlamaq daha məsləhətlidir. Mən günəş kremini sadəcə evdən çıxdıqdan sonra vururam və bu məni gün boyu qoruyur. Bu da səhv düşüncədir xanımlar. Çünki vurduğumuz günəş kremi bizim maksimum 4-5 saat qoruya bilər günəşdən. Ona görə də 3-4 saatdan bir günəş kremi bizim üzümüzdə yeniləməliyik. Belə krem vasitələri makiyajın üzərindən yeniləyə bilmirik çünki tonal kremimizi poza bilər. Bunu başa düşürəm. Amma bizim Faberlic'in stik günəş kremləri də var. Siz bu günəş kremindən də alıb istifadə edə bilərsiniz. Üzünüzdəki makiyajı pozmur və gün ərzində 3-4 saatdan bir makiyajın üzərindən SPF-inizi yeniləyə bilərsiniz və bu sizi günəşdən qoruyur.